Yerin işte. Deməli 100 illik köftə, 100 illik köftə deyəndə 100 illik məşhur bir obyektdir. Sultan Ahmet köftəcisi. Görək necədir. Etli yerin işte. Kopya lülə kebab. Lülə. Lülə kebab deyir. Qəşəngdir. Tərkibində də bax belə istiot, soğan, pomidor, lülədir. Deməli gəlmişik Sarıyer börəkçisinə. Türkiyəndə ilə məşhur börəkçi yerdir. Bir şey ki, bulan məşhur bir də börəklər var, su böreği. Gəlmişik deyək ki, səhər tezdən ucu qutardı. Saat 10-da o börək ucu yoxdur. Bu da. Hə, bu. Deməli kartoşkalı. Yeməyənlər birində yəni. Bu fərqli bir şey. Azərbaycanda bu oxşar yox. Tamam. Peynirli. Qəşəng. Xaçapuriya yeməyi var oxşar peynirli. Bir dənə də ətlə. Ətlə. Yadınıza saxlayın. Ən qəşəngi ətlə götürürsünüz, qiyməli. Bir də kartoşka. Ən bəsti mavşu kartofla olan nə oldu? Like eləsinlər, abunə olsunlar səninlə. 100%. Like eləyin, öyrəşməmişəm birinci. İskəndər ən düzünü deyir. Pis olsa deyir, pis deyil. Yoxası olsa deyir, yaxşıdır. Bu qədər parçaya 190 lira. Yəni çox qəşəngli qiymət olaraq. Hardasa 7 manat pul edir. 4 nəfər doyar.